Problem odur ki, biz MTK-dan MMC-yə keçirik, amma ki bunlar bizi bütün sənədləri vermirlər ki, bunu burada nədir bizdə, bizim ümumiyyətlə ərazimiz haradır, bizim borcumuz nə qədərdir, kimədir, nədir, bunu bizə heç bir məlumat vermir. Çoxmərtəbəli binalardan ev alan və uzun illər yaşayan əksər vətəndaşların üzləşdiyi bir problem var. Bəli, binanın idarə olunması. Əksər MTK-lar binanı tikir, mənzilləri satır, amma idarə etməni isə təhvil vermir, özü idarə edir və bu da təbii ki, sakinlərin xoşuna gəlmir. Bir çox tikinti şirkətləri bu idarəetmədən böyük vəsaitlər əldə edirlər. İdarəetmə ilə bağlı yığılan kommunal qiymətlərə baxsaq, Bakı-Abşeron ərazisində ortalama 1 kvadrat metr 20 qəpikdən 2 manat arası dəyişir ki, bu da mərkəzə doğru mənzillərin, kommunal xərclərin ortalama aylıq təxminən 80 manatdan bir neçə 100 manat arası dəyişir. MTK bizə təlim-təslim işlərini etmir. Bunun da ziyanını, zərərini hər tərəfli sakinlər çəkir. Mövcud qanunvericiliyə əsasən çoxmənzilli binalar inşa olunub bitdikdən sonra sakinlər tərəfindən həmin binalarda mənzil mülkiyyətçiləri müştərək səmiyyətləri formalaşmalı və binanın idarə etməsi sakinlər tərəfindən aparılmalıdır. Bu halda sakinlər özləri idarə etməni apara bilərlər və yaxud hər hansısa bir idarəci şirkətə binanın idarə olunmasını həvalə edə bilərlər. Bəli, qeyd olunduğu kimi bu problemdən bir dəfəlik çıxış yolu mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması və binanın sakinlər tərəfindən idarə olunmasıdır. Hazırda olduğumuz Nərimanov rayonu aşağılı 2 ünvandakı kompleksdə də həmin o idarəetmə forması var və sakinlər tərəfindən bina idarə olunur. Bir çox binalarda sakinlərin arzuladığı, amma burada mövcud olan cəmiyyət var. Müştərək cəmiyyət. Siz də yəni o cəmiyyətə üzvsünüz. Yəni bu cəmiyyətin olmağı bir vətəndaş olaraq hansı üstünlüyü var sizin üçün? Səliqə var, qayda qanun var. Komendant da çox gözəl insandır. Bütün arzuları, istəkləri nəzərə alır. Ödədiyiniz pulun da necə xərcləndiyinə məlumatınız varmı? Hər şey məlumat olur, bəli. Yəni kifayət edirmi bütün hər şey o? Olmayanda komendant xəbər verir ki, artıraq, yəni necəsə. Özü hamısını hesabat aparır və deyir ki, artmalıdır. MTK-dan biraz narazılıq var idi. Bir müddət şikayət bildirdik. Şikayətlərə məhəl verilmədi. Ona görə yığıldıqda qanunvericilikdə də nəzərdə tutulub. Mülkiyyətçilərin cəmiyyətini yaratdıq və özümüz qonşular olaraq birləşib idarə edirik. Yəni bu cəmiyyəti yaratmaq çətin olmadı? Xeyr, heç bir çətinliyi yox. Bir qədər tənbəllik eləmək lazım deyil, yəni qonşuları yığmaqdır. Sənədləri topladıq, Ədliyyə Nazirliyinə verdik, təxmini 1-2 həftəyə həll olundu, problem deyil o. Bugün idarəetmə sizdədir, vətəndaşlardadır. Yəni bunu MTK-dan fərqləndirən müsbət cəhətlər nədir? Bura yaşayış yeridir, qazanc yerimiz deyil. İldə bir dəfə mütləq hesabat verilir. Hər 6 aydan bir reviziya keçirilir. Revizor da öz sakinlərimizdəndir. Buğalteriyamızı rəhbərlik eləyən də sakinlərimizdəndir. Hesabat verilir. Nə qədər pul yığılıb, hansı işlər görülüb, qalıq nədir, bu qalığa planımız gələcəyə nədir. Müxtəlif təkliflər olur. Bəziləri abadlaşma istəyirlər, bəziləri texniki şeylər istəyirlər və s. Praktikada daha çox tikinti şirkətləri binanın idarə etməsini aparır ki, sonda sakinlər həmin binanın idarə etməsini özləri götürsələr də, lakin keçmişdən qalmış bir çox problemlər, müəyyən borc, bundan əlavə sıradan çıxmış liftlər və yaxud digər avadanlıqlar, həmin avadanlıqların, həmin qurğuların yenilənməsi üçün sakinlər tərəfindən yenilən vəsaitlər toplanmalı. Bu isə bir çox narazılıqlara yol alsın. O baxımdan çoxmənzilli binalar inşa olunarkən tikinti bitdikdən sonra sakinlər tərəfindən idarə etmə götürülərsə, bu zaman binanın heç bir qurma borcu olmaz və binada istifadə olunan qurğular da sıfır vəziyyətində olmuş olar.